Dünyanın ən sürətli raketi adlandırılan Avangard, Rusiya tərəfindən hazırlanmış hipersəs texnologiyasına malik müasir bir silahdır. Bu raket səsdən 20 dəfə sürətli, yəni təxminən 24,000 km/saat sürətlə uça bilir. Atmosferin yuxarı qatlarında hərəkət etdiyi üçün radarlar onu izləyə bilmir və trayektoriyasını dəyişə bildiyinə görə onu vurmaq demək olar ki, mümkünsüzdür. Avangard həm nüvə, həm də adi döyüş başlığı daşıya bilər və bir zərbədə şəhər ölçüsündə ərazini məhv etmək gücünə sahibdir. Onun korpusu yüksək istiliyə davamlı materiallardan hazırlanıb, süni zəka sistemi isə raketə hədəfi avtomatik müəyyənləşdirməyə imkan verir. ABŞ və Çin də öz hipersəs raketləri üzərində işləyirlər, lakin hazırda ən sürətli və əməliyyata hazır sistem məhz Avangard hesab olunur. Bu texnologiya hərbi güc balansını dəyişdirib və müasir dövrün ən qorxulu silahlarından birinə çevrilib. Lakin belə bir silahın mövcudluğu həm də bəşəriyyət üçün böyük məsuliyyətdir. Çünki bu qədər güc sülh üçün istifadə olunmasa, nəticəsi bütün dünya üçün fəlakətli ola bilər.